Birinci dəfədir ki, Təbriz küçələri belə böyük xalq birliyinin şahidi olur. Bu qoca partizan uzun illərdən bəri birinci dəfədir ki, özünü bu qədər cavan hiss edir. Birinci dəfədir ki, geniş Səttarxan xiyabanı, xalqın bayramı, şənliği üçün darısqallıq edir. Keçmişdə bu xiyaban Pəhləvi xiyaban adlanırdı. Milli hükümət qurulan kimi, xalq ona Səttarxanın adını verdi. Bugün Təbriz Filarmoniyası açılmışdır. Məzəbim var güzel pəri, ürəkdə pürhan olmasın. Məzəbim var güzel pəri, ürəkdə pürhan olmasın. Şirin sözüm məhcamalın, əlimi aldı kamalın. Mənə göstər o ləblərin, ləbləri mərcan olmasın. Ləbləri mərcan olmasın. Məzəbili tanış olan, məzəbili tanış olan. Ağır otur, ağır dolan. Mənə dizildi, aşkı sildi, kendi sildi merdana. Mənə dizildi, aşkı sildi, kendi sildi merdana. Bu sözünün söhbətinin diləmədə sanılmasın. Mən bir xəstə, sən bir noman, belə kəskin qanılmasın. Xalq azadlığı şərəfinə 21 Azər medalı təsis edildi. Bugün Novruz bayramı münasibəti ilə medallar verilir. Birinci medal pişəvəriyə təqdim olunur. Bu adam xalqını çətinlik və məhrumiyyətlərdən keçirərək bu əziz günə gətirib çıxarmışdır. Həmin gün bir çoxları təltif edildi. Torpaq vəziri Doktor Mehtar, prokuror Firidun İbrahimi, Çeşmazər, Cahan Şahlı, Şəbistəri və Cabir. Qızıl Ordu 1946-cı ilin baharında İran torpaqlarını tərk etdi. Qızıl Ordu İrana müharibə zamanı müddəti qoşunları ilə birlikdə daxil olmuş, qonşu İranın sərhədlərini təcavüzdən qorumuşdur. Azərbaycanlıların el adətidir. Dostunu yola salarkən yüzünə gün doğsun deyər. Düşmənin dalınca qara daş atar. Dostun yoluna isə su satır. Azərbaycanı xalqı, bəşəriyyəti faşizm bəlasından xilas edən Qızıl Ordunu ən səmimi bir dost, ən mehriban bir qonaq kimi yola salırdı. Adi iş günləri başladı.